Pakistanın şimalındaki Karakorum dağ silsiləsində yerləşən dünyanın ən hündür zirvələrindən biri olan Broad Peak'də baş verən uçqun beynəlxalq alpinistlər qrupunu faciə ilə üz-üzə qoyub. Pakistan xilasediciləri ordunun dəstəyi ilə həyata keçirilən axtarış əməliyyatı zamanı 4 alpinistin meydini aşkarlayıb. Daha 6 nəfərin isə axtarışları davam etdirilir. İtkin düşənlər arasında Nepal əsirli Britaniyalı məşhur alpinist Nirmal Purja da var. O, 2019-cu ildə dünyanın 14 ən hündür zirvəsini cəmi 189 günə fəth edərək dünya rekordunu qırmış və bu nailiyyəti 14 zirvə, mümkünsüz heç nə yoxdur adlı sənədli filmdə əks olunmuşdu. Pakistan Alpinizm klubunun məlumatına görə ekspedisiya üzvləri ilə əlaqə cümə axşamı bazaya qayıdarkən kəsilib. Bundan sonra hadisə yerinə peşəkar xilasedicilər göndərilib. Pakistan ordusunun helikopterləri isə axtarış xilas etmə əməliyyatına cəlb olunub. Ekspedisiyanın tərkibində Nepal, Pakistan, ABŞ, Çin və Oman vətəndaşları olub. Hazırda aidiyyatı qurumlar itkin düşənlərin ailələri ilə əlaqə saxlayır və əməliyyatın gedişini koordinasiya edir. 8047 metr hündürlüyündə olan Broad Peak dünyanın 12-ci ən yüksək zirvəsi hesab edilir. Çətin relyefi, qəfil hava dəyişiklikləri və uçqun təhlükəsi səbəbindən bu dağ alpinistlər üçün ən riskli marşrutlardan biri sayılır. Pakistanın şimalındakı dağlıq ərazilərdə bu cür qəzalar demək olar ki, hər il baş verir.